Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir. Qısa xəbər az xəbər verir ki, Prezident İlham Əliyev ötən il imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sayəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq? Millət vəkili Vüqar Bayramov bildirir ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək. İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib. İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15% arasında dəyişə bilər. İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profitin yaranması, eyni zamanda vergi ödəmələrinin 5,7%-in üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.